Ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə gənclər təşkilatlarının rəhbər və nümayəndələri, tələbə gənclər təşkilatlarının sədr və üzvləri 1-ci Fəxri Xiyabanda ümumilli liderin məzarını ziyarət ediblər. 10 may tarixində hər il olduğu kimi bu gün də Azərbaycan Gənclər Təşkilatı İttifaqı, Azərbaycan Gənclər Fondu, müxtəlif gəncləri, eyni zamanda müxtəlif təhsil müəssisələrinin gəncləri, ümumilikdə vətəndaşlarımız ümumi liderimizin məzarı önündə ziyarət edirlər, güllər qoyurlar, öz ehtiramlarını, sevgilərini bildirirlər. Və nə qədər ki Azərbaycan xalqı var, bizim liderimiz Heydər Əliyev daim bizim xalqımızın qəlbində yaşayacaq. Hər zaman xalqımız ümumi liderimizi böyük sevgi və ehtiramla yad edir. Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası olaraq hər il olduğu kimi bu ildə Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünü qeyd etmək məqsədilə bir sıra sürüşlər tədbirlər keçirilib. Bildiyiniz kimi Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinin banisi olmuşdur və biz Gənclər Təşkilatları Milli Şurası olaraq da hər daim bu irsi yaşatmaq, eləcə də gələcək nəsillərə ötürmək əsas öhdəliyimizdir. Və bu istiqamətdə bizim ən böyük missiyalarımızdan biri də güclü vətənin güclü gəncliyi üçün çalışmaqdır. Bu istiqamətdə vətəndaş cəmiyyətinin bir çox sahələrində gənclər təşkilatlarının fəaliyyətinin artırılması, onların effektivliyinin daha da inkişaf etdirilməsi istiqamətində bir çox yerli və beynəlxalq layihələr həyata keçirməkdəyik. Ulu Öndər biz Gənclər Təşkilatının yaranmasında, formalaşmasında çox böyük rolu olmuşdu. Hər zaman sözlərində də söylüyordu ki, biz gənclərə güvənirik, gənclərə inanırıq, gənclər bizim gələcəyimizdir, sabahımızdır və biz hər zaman Ulu Öndərdən bir dəstəkçimiz kimi, biz güc kimi biz faydalanmışıq və hər zaman biz ona güvənmişik. Bugün də biz Ulu Öndərin anım günü ilə bağlı buradayıq və biz Gənclər Təşkilatı olaraq anım mərasimində iştirak edirik. Ziyarət zamanı Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib və abidəsi önünə gül dəstələri düzülüb.